Sualda belədir ki, hansı deməli 222 kilometr hansı paralelin üstü ilə gedəriksə meridianların sayı daha çox olar. Fikir verin uşaqlar, bax bu ekvatordur. Fikir verin, bax bu ekvator xəttidir. Fikir verin. Burada məsələn üçün götürək bu boydana məsafəni. Görürsünüz, bu boydana məsafədə 3 dənə meridian keçdi. Fikir verin. Amma indi gedirik biraz yuxarı enliklərə, yüksək enliklərə. Bu qədər məsafədə, eyni qədər məsafədə meridianların sayı 1, 2, 3, 4, hətta 5. Biraz da qütblərə yaxın getsək, orada onların sayı daha çox olacaq. Deməli, axı biz deyirik yer küre şəklindədir, düzdürmü? Yer küre şəklində olduğu üçün artıq meridianlar hara yaxın, qütblərə yaxın, biraz da nə olur? Yaxınlaşır. Ona görə də siz hansı enliyi götürməlisiniz? Yüksək enliyi, yəni 90-a yaxın enliyi götürməlisiniz. Nə qədər o ekvatora yaxındırsa, onlar arasında meridianlar az olur. Meridian qövslərinin də məsafəsi çox olur. Getdikcə bu məsafə nə olur? Kiçilir. Ona görə biz 40-cı paraleldə deyirik, neçədir? Onun kilometri 85,4 kilometr. Biraz da qütbə gedəndə 90, hətta 0 kilometr olur.